Salam dostlar, bugün Mirzə İbrahimovun Azad hekayəsinin təhlilinə, eyni zamanda məzmun hissəsinə baxacağıq. Əsasən imtahanda hansı məqamlara toxunulur, o hissələrdə qeyd edəcəyik. Ona görə videosuna qədər baxın və düşünürəm ki, bu təhlil sizin üçün faydalı olacaq. Bil ki, Azad əsəri epik növdə yazılmışdır, hekayə janrındadır. Azad əsəri ümumiyyətlə Mirzə İbrahimovun Cənub hekayələri silsiləsi ilə Azad hekayəsi ilə başlayır 1946-cı ildə. Əsər Cənubi Azərbaycanda 1945-ci ilin axırlarında baş vermiş olan azadlıq hərəkatları ilə, yəni hadisələrlə bağlı, həmin dövrdə baş verən azadlıq hərəkatı hadisələrlə bağlı qələmə alınmışdı. Mövzusu Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatı kimi qeyd edə bilərik, çünki həmin dövrdə baş verən hadisələrdən danışılır. İdeyası isə vətənin birliyi, vətənin bir olması uğrunda mübarizə kimi qeyd edə bilərik. Daha sonra deməli, əsərdə bizi əsasən iki obraz diqqətimizi cəlb edir ki, onlardan biri Azad, digəri isə Fərdadır. Azad və Fərda uşaqlıq dostu olublar, lakin bir-birlərinə münasibətdə zahirən bir təzadlıq görə bilirik. Çünki Fərda zahirən öz haqlarını tələb etməyə bacaran, bunu nitqinə gətirməyə bacaran bir obrazdır. Fərda elə düşünür ki, Azad bunları heç fikirləşmir. O öz kasıb həyatı ilə, öz hüquqsuzluqları ilə barışıbdır. Zahirən bunlar arasında təzad gördü, lakin əsərin sonlarında yəni belə bir təzadın əslində olmadığını və Azadın da eyni ilə Fərda kimi xalqın həyatını, xalqın gələcəyini düşündüyünü görəcəyik. Ümumiyyətlə, Azad və Fərda Cənubi Azərbaycanda baş verən o hadisələrdə bir növ xalqını düşünən, xalqın işıqlı gələcəyi uğrunda mübarizə aparan, canlarını fəda eləyən bir növ gəncliyi təşkil eləyirdi. Daha sonra gəlin indi əsərin təhlil hissəsinə baxaq, görək burada nə baş verir. Ümumiyyətlə, əsər Fərdanın dilindəndir. Fərdanın dilindən görürük ki, əsər təhkiyə olunur. Azad mənim uşaqlıq və gənclik yoldaşım idi. Bunlar danışan təbii ki, Fərdadır. Fərdanın dilindən nəql olunur hadisələr. Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişdik. Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişdik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq. Bu hissədə görürük ki, Azad və Fərda bir yerdə doğulublar, bir yerdə böyüyüblər. Daha sonra gəncliklərində də elə bir yerdə, gəncliyin də böyük bir qismini bir yerdə keçiriblər. Yəni bir-birlərinə qardaşdan daha artıq olublar. Yəni bunların mehribanlığı bu dərəcədə olubdur. İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal dinməzliyi mənim nəzərimdə təbii bir şey idi. Burada görürük ki, Azad necə biri olubdur, lal dinməz, sakit. Yoldaşları arasında çox vaxt onun adı ilə çağırmazlar, sükuti deyib durardılar. Hətta sonradan tanış olanlar adının Azad olduğunu da bilməzdilər. Sükuti gəldi, sükuti getdi deyərdilər. Deməli, yoldaşları Azadın belə sakit olduğuna görə, sakit təbiətinə görə ona zarafatyanı sükuti ləqəbi ilə müraciət edərdilər. Hətta deriz bəziləri onun adını belə bilməzdilər. Bəzən mənə elə gəlirdi ki, onun üzündəki bulud keçirdiyi ağır günlərin qubarıdır. Axı o dünyaya gəldiyi gündən xoş bir gün görməmişdi. Aclıq, ehtiyac, soyuq otaq, torpaq döşəməyə salınmış yırtıq həsir. Gözünün açdığı gündən gördüyü elə bu idi. Azad doğulmamışdan 2 ay əvvəl atası ölmüşdü. Anası Səlimə xanım evdə tək qalmışdı. Kişinin ölümündən sonra arvad qapılara düşüb iş axtarmağa məcbur olmuşdu. Birinin ev eşiyini təmizlər, birinin paltarını yuyar, birinin yurnunu çırpardı. Bu qayda ilə bir qarnı ac, bir qarnı tox o Azadı böyütmüşdü. Burada Azadın deməli necə bir keşməkeşli həyat sürdüyünü, yəni onun uşaqlığının necə bir belə deyək də çətin bir dövrlərdən keçdiyini görürük. Deməli, uşaq ikən hətta dünyaya gəlməmişdən atası onun ölür.
Yəni atası nə zaman ölür? Hələ Azad doğulmamışdan 2 ay əvvəl. Yəni Azad buradan belə nəticə çıxardıq ki, heç atasını görməyibdü və onu anası Səlimə xanım tək böyüdübdü. Özü də necə böyüdübdü? Min bir əziyyətlə. Anasının adı nədir? Səlimə xanım. Sanki Fərdə də fikirləşir ki, yəqin ki, elə Azadın üzündəki bu kədər onu keçirdiyi ağır günlərlə bağlıdır. Yəni belə bir fikir düşünürdü Fərdə. Dünyada yeganə ümidi və həyatının məqsədi o idi. Yəni Səlimə xanımın dünyada yeganə ümidi nə idi? Azad idi. Ondan əziz, ondan mehriban bir şey yox idi. Səlimə xanım Azadı yalnız bir oğul kimi yox, bir qardaş kimi də istəyirdi. Deməli, Azadı yalnız oğul kimi istəmir. Bir ata, bir qardaş, bir qohum kimi. Yəni belə deyək də, yeganə pənahı, yeganə ümidi Azaddır. Yaxşıca yadımdadır. Bizim 5-6 yaşımız olanda hər axşam Səlimə xanım yatmamışdan qabaq bizə nağıl danışardı. Onun nağıllarına qulaq asa-asa bizi yuxu aparardı. Deməli, uşaqların nağılı kim danışırmış? Səlimə xanım neçə yaşları olanda? 5-6 yaşları olanda. Daha sonra 2 il o mənimlə bir məktəbə getdi. Neçə il bir yerdə oxuyurlar deməli. Azadla Fərda 2 il bir yerdə oxuyurlar. Deməli buradan da görünür ki, 2 il bir yerdə oxuyurlar. Deməli, 1-ci və 2-ci sinifi. Orada da heç kəsə qoşulmaz. Tənəffüslərdə bütün uşaqlar bir-biri ilə oynaşdığı halda o bir küncdə durub baxardı. Müəllim ondan bir sual verərsə qıpqırmızı olardı. Lap yaxşı bildiyi bir şey belə söyləyə bilməzdi. Hətta yəni bu lal dinməzliyi məktəbdə belə görürük ki, davam eləyir. Uşaqlara qoşulmur, bir kənarda qalır. 9 yaşı olanda anası onu oxuda bilməyib məktəbdən aldı. Deməli neçə yaşında? 9 yaşında. Nəyə görə məktəbdən çıxardır anası onu? Maddi ehtiyaclar ucbatından. Yəni məktəbə göndərməyə imkanı olmur. Qonşuların köməyi ilə yalvar-yaxarla Təbrizin Lilavan məhəlləsindəki kiçik bir dükanda dərzi şagirdliyinə düzəltdi. Deməli harada dərzi şagirdi olur? Təbrizin Lilavan məhəlləsində. Deməli hansı işə düzəlir? Dərzi şagirdliyi işinə düzəlir. Kimin köməyi ilə? Qonşuların köməyi ilə. İllər gəlib keçdi. Mən orta məktəbi qurtardım. Artıq bir neçə il keçdi. O dərzi dükanında qaldım. Onun dərzi şagirdi olması təbiidir ki, bizim əlaqəmizi kəsmədi. Deməli, Azadın dərzi şagirdi olmağı və Fərdanın təhsil almağı Azad və Fərdanın arasında olan münasibəti kəsmir. Əksinə, hələ bunların ünsiyyəti daha da böyüyür. Həyat bizi daha da yaxınlaşdırdı. Həyatın hadisələri məni haldan çıxardığı bir zamanda o bu hadisələrə qarşı sakit, laqeyd görünərdi. Heç bir ehtiyac, heç bir dərd onun halını pozmazdı. Artıq illər keçibdi. O Cənubi Azərbaycanda baş verən o problemlər var ki, bir növ Azadı Fərdanı öz təbii halından çıxardır, amma Azad yenə də sakitdir. Acıqlı olduğum günlərdən birisi yadıma düşür. Kirayə pulunu gecikdirdiyimiz üçün ərbab məsələsi, bu ərbab məsələsi bir Seyid Ərbab Əsalan poemasında var idi. Bizi evdən qovmaqla təhdid etmişdi. Ərbab bir növ ağa. Pul yox idi, qazanmağa da iş tapılmırdı. Küçələri boş-boş gəzib yorulduqdan sonra Azadın yanına getdim. Deməli, acıqlı olduğunun səbəbi nə idi həmin günü Fərdanın? Kirayə pulunu gecikdirmişlər, ərbab da evdən qovmaqla təhdid etmişdi. Yəni acıqlı olmağının səbəbi bu idi. Azad, dedim. Dərd ürəyimi dağıdır. Ağlamaq istəyirəm. Gözlərimdən yaş gəlmir. Bu nə güzəran, bu nə dirilikdir, deyir. Dirilik bilirsiniz nədir? Yəni həyat. Bu nə həyatdır, deyir. Azad. İşləməyə yer yox, danışgahda universitet deməkdir. Danışgahda oxumağa imkan yox. Oğurluq mu edim qardaş? Bir növ öz şəxsi problemlərini ilk öncə danışır Fərda. Yəni öz o şəxsi həyatında baş verən o problemlər var ki, pul yoxdur. Yəni bu nə həyatdır deyir, bu nə güzarandır. Universitetdə oxumağa da deyir pul yoxdur, imkan yoxdur. Mən neyniyim ay qardaş deyir, oğurluq mu eləyim? Əlim sağ, qolum sağ, özümdə dağ gücü hiss edirəm. Mən nələr edə bilmərəm. Əlimdən nə gəlməz, nəyə gücüm çatmaz. Vallahi o dəryasını yar keç desələr, keçərəm. Bir növ burada yəni demək istəyir ki, mən bədənim sağlamdır, yaşım azdır, yəni özümdə bir dağ gücü hiss edirəm, amma yəni bir növ bu gücümü sərf etməyə bir iş yoxdur. O nə isə tikirdim. Mən sözə başlayarkən əl saxlayıb ani olaraq üzümə baxdım.
Yenə iynəsini götürərək öz işi ilə məşğul olurdu. Deməli, Fərdə burada öz problemlərini Azada danışır. Azad isə nəsə dikir orada və belə deyək də, Fərdə də danışanda o yenə dişinə davam eləyirdi. Söz buna çatan kimi o iynəsini yerə qoyub sakit nəzərlərlə mənə çevirdi. Mən xeyli danışdım. Azad heç dodaqlarını da tərpətmədi. Gözlərini bir nöqtəyə tikib durdu. Mən onu heç bir zaman heç bir şeyə başa düşməyəcəyini, bir aləmdən danışdığımı güman etdim. Mənə elə gəldi ki, o ömründə bir dəfə də belə məsələlər haqqında düşünməmişdi. Hətta bu fikirlər ona təəccüblü görünür. Bəlkə məndən acığı da gəlir. Məni naxoş və ya xudbin hesab edir. Papağımı götürüb dükandan çıxmaq istədim. O yerindən tərpənmədi. Mən onun üzünə baxıb acıqlı-acıqlı dedim. Deməli bu hissədə. Aha. Bu hissədə bir növ Fərdə elə düşünür ki, Azad bu hadisələrin heç birisi belə deyək də, Azad yəni bu hadisələrin heç birisini anlamır. Belə deyək də, yəni Fərdanın danışdıqları onun anlamaq qabiliyyətində olan bir məsələlər deyil. Lakin biz əsərin sonlarında görürük ki, bu tamamilə yanlışdır. Yəni Azadın o vaxtı, bu vaxtı susmağının bir səbəbi var imiş. Hətta Fərdə elə düşünür ki, Azad onun bu cür düşündüyünə görə Fərdanı naxoş hesab eləyir. Xudbin hesab eləyir. Yəni Fərdanın içərisində belə bir fikirlər baş qaldırır. Deyək ki, bura qədər deyək ki, öz şəxsi hadisələrdən danışdı. Sonra ümumi bir nəticə danışır ki, yazıq deyir, min yazıq. Burada artıq vətən haqqında danışır ki, yazıq min yazıq deyir, bizə baxıb övladlarım var deyən vətənə. Yazıq bu gül kimi Azərbaycan torpağına ki, üstündə biz gəzirik. Bizim həyatımız bir qara quruşa dəyməz. Çünki bizə həyat yeməkdən, yatmaqdan, yenə yeməkdən, yatmaqdan ibarətdir. Biz ölüm qapımızı döyənək kimi beləcə yaşayacağıq. Biz ölmək üçün yaşayırıq. Yaşamaq üçün ölən insanlardan xəbərsiz. Yaşamaq üçün ölən insanlar deyəndə burada nə nəzərdə tutulur? O vətən üçün mübarizə aparıb şəhid olan insanlar var ki, yaşamaq üçün ölən insanlar. Yəni onlar ölür, amma ölsələr belə davamlı olaraq, yəni daimi bir şəkildə yaşayırlar. Adları hər zaman insanların qəlbində yaşayır, hər zaman tarixlərdə yaşayır. Yəni o nəzərdə tutulur. Buna görə də cənazəmiz qəbrə çatmamış bizi unudacaqlar. Səni də, məni də, bizim tanış və dostlarımızı da. Yox, bəlkə səni biraz yad edən tapıldı. Deyəcəklər ki, dərzi Azad yaxşı yamaq salardı. Deməli, burada Fərdanın biz fikirlərini görürük. Deyir, bizi unudacaqlar. Sonra deyir, yo, səni deyir, yada salacaqlar. Amma Azadı deyir, necə yada salacaqlar? Yamaq salan biri kimi yada salacaqlar. Özümü dükandan küçəyə atarkən onun səsini eşitdim. Fərda. Deməli, Fərda belə əsəbləşdi, getdim. Belə deyək də, 2 nəfər düşünün. Deyək ki, biri gəlir dərdini danışır, digəri ona cavab vermir. Təbii ki, Fərdanın qəlbində bir inciklik yaranır ki, yəni heç mənə fikir vermir də. İnciyir, çıxır, gedir. Çıxıb gedərkən, amma Azad onu çağırır. Deyir, Fərda. Lakin deyir, cavab verməyib çıxıb getdim. Bir müddət sonra bu hərəkətimin peşmançılığını çəkməyə başladım. Mən bu yazığı niyə incitdim? Yəni bir növ burada Fərda Azada belə danışdığına görə özünü qınayır. Yəni deyir, mən yazığı niyə incitdim ki? Onun nə təqsiri var ki? Bir könlü ki, deyir, tikə bilməyəcəksən, niyə yıxırsan? Deyə düşündüm. Gün batıb, qaş qaralana qədər küçələri dolandım. Şeylərimizi həyata atılmış görəcəyim fikri ilə evə qayıtdım. Yəni Fərda düşünür ki, axı çıxıb getmişdi. Yəni o çölə çıxmağının səbəbi nə idi? O qanının qara olmağının səbəbi o kirayə pulunu verə bilməmək. Evet, düşünür ki, evə gələcəm ki, ərbab şey-şüylərini atıb çölə də. Anam astanada oturub məni gözləyirdi. Nə var? Hələ ərbabın adamı gəlməyib ki, gəlmişdi oğul. Nə dedi? Nə deyəcək? Pulunu alıb getdi. Pulu haradan tapdın ana? Necə haradan tapdın oğul? Azad gətirdi. Dedi ki, sən vermisən. Deməli, kirayanın pulunu kim verir? Azad verir. Hətta deməli, Azad verir və hətta deyir ki, yəni öz verdiyin yox, Fərdadan sanki göndərilmiş kimi Fərdanın anasına deməli, təqdim eləyir. Anamın qolundan tutub içəri apardım. Sonra Azadla görüşdükdə təşəkkür etdim. Keçən görüşdəki kobud rəftarım üçün üzr istədim. Azaddan üzr də istəyir. O heç bir söz demədi. Gözlərinin bir nöqtəyə tikib durdu. Yenə də Azad burada heç bir söz demir.
Bir ay sonra mən anamı da kəndə getməyə razı saldım. Bir ay sonra deməli Fərda və anası artıq köçüb kəndə gedir. Səlimə xanım və mən Səlimə xanım və Azadla da halallaşıb Təbrizdən ayrıldıq. Deməli, hal-hazırda axı Azad Fərda Təbrizdə yaşayırdı, amma artıq Təbrizdən Fərda və anası kəndə köçməyə qərar alırlar. Tam 5 il mən Azadı görmədim. Aradan neçə il keçdi? 5 il keçdi. Nə o kəndə gəldi, nə də mən Təbrizə getdim. Deməli 5 il bir-birlərini görməyiblər. Buna baxmayaraq Təbrizə səfər edənlər vasitəsilə ondan xəbər tuturdum. Deməli necə xəbər tutur? Təbrizə səfər edənlər vasitəsilə belə deyim də, o kənddən şəhərə gedən adamlar var ha. Təbrizdə məsələn kəndə gedən, indi də var da kənddə şəhərə gedən adamlar. Onlar vasitəsilə bir-birlərinə xəbər göndərirmişlər. Çünki həmin vaxtlar telefon da yox idi. Özümdən də ona xəbər çatdırırdım. Bu 5 il çox sular axmış, yəni çox əhvalatlar baş vermişdi. İkinci Dünya müharibəsi başlamış. Artıq deməli neçənci Dünya müharibəsindən söhbət gedir? İkinci Dünya müharibəsindən başlamış. Azərbaycan istər şəhər, istərsə də kəndlərində cəmaət hərəkətə gəlmişdi. Artıq bir növ insanlar oyanır. İclaslarda, mitinqlərdə, başqa evlərdə də azadlıqdan, yaxşı yaşayışdan, elmdən, ana dilindən danışırdı. Bax, bu hissəni yaxşı yadınızda saxlayın. Deməli, iclaslarda, mitinqlərdə, başqa evlərdə də nədən danışılır? Azadlıqdan danışılır. Daha sonra nədən danışılır? Yaxşı yaşayışdan danışılır. Deməli, yaxşı yaşayış. Niyə belə oldu? Yaxşı yaşayış, elmdən, elm bir də ana dilindən danışılırdı. Deməli, bu məsələləri yadınızda saxlayın, testlərdə düşür. Deməli, nədən danışılırdı? Azadlıq, yaxşı yaşayış, elm, ana dil. Bu necə yadınızda saxlayan? Belə deyək də bir dəqiqə. Deməli, elmli ana dili, azad yaşayış. Deməli, nədən danışılır? Ana dilini bilsən, elmli olub azad yaşayarsan. Bu kodunu yadınızda saxlaya bilərsiniz. Ana dilini bilsən, elmli olub azad yaşaya bilərsən. Ana dilini bilsən, elmli olub azad yaşaya bilərsən. Bu koddan yadınızda saxlayın. Bunlar düşə bilər, qarşınıza çıxa bilər, nələrdən danışılır. Sonra keçək digər məsələ. Bir neçə ay sonra biz kəndə mitinq keçirib Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Deməli, kənddə mitinq keçirirlər, keçirdib. Nəticəsində nə olur? Azərbaycan Xalq Konqresinə nümayəndələr seçdik. Nümayəndələr içərisində mən də var idim. Deməli, nümayəndələr içərisində kim var idi? Fərda da var idi. Fərda Azərbaycan Xalq Konqresinin nümayəndəsi idi. Biz Təbrizə gəldik. Artıq 5 ildən sonra Təbrizə gəlirlər. Mən Təbrizi nə qədər dəyişmiş gördüm. Deməli, Fərda gəlir ki, Təbriz dəyişibdi. Küçələrdə qeyri-adi bir canlanma və hərəkət vardı. Ümumiyyətlə 5 il keçəndən sonra canlanma yaranır. Ürəyim Azadı görmək həvəsi ilə döyünürdü. Deməli, Təbrizə gələn kimi yenə də yadına kim düşür? Azad düşür. Elə birinci günü köhnə həyətimizə getdim. Səlimə xanımı gördüm. Alnımdan öpdü. Anamı xəbər aldım. Səlimə xanım da Səlimə xanım bilirsiniz də kim idi? Azadın anası idi. O da Fərdanın alnından öpür. Daha sonra Təbrizdə yoxdur dedi. Deməli, Səlimə xanım deyir ki, Azad Təbrizdə yoxdur. Dedi, Zəncana gedibdi. Demokrat düzəlməyə göndəriblər. Deməli, Azad demokratdır, Zəncana gedibdi. Bəs Fərda nə idi? Fərda da Xalq Konqresinin nümayəndəsi idi. Daha sonra, axı indi deyir o demokratdır. Deyirlər ki, gərək Azərbaycana azadlıq alaq, hamıya iş verək, hamının çörəyi olsun, uşaqlar öz dilimizdə oxusun. Deməli, demokratların istəyin bax biz bir də görürük. Demokratlar nə tələb eləyirdi? Demokratlar azadlıq, iş, hamının çörəyi olsun, öz dilimizdə, uşaqlar öz dilimizdə təhsil alsın. Bunu deməli, belə bir kodla da yadınızda saxlaya bilərsiniz. Daçi. D nədir? D burada
Bir dəqiqə. Hə, D nədir? D dilimiz. A nədir? Azadlıq. Ç nədir? Çörək. İ də nədir? İş. Bu koddan yadınızda saxlaya bilərsiniz. Yəni, demokratların tələbləri bu idi. Daha sonra, bəs ümumiyyətlə demokrat kimdir? İndi fikirləşərsiniz, demokrat kimə deyirlər? Demokrat ümumiyyətlə, belə deyək də, xalqın da belə deyək də, xalqın hakimiyyətin mənbəyi kimi tanınmasının tərəfdarları olan şəxslərdir demokratlar. Yəni, bir növ elə bir ki, xalqın tərəfdarları. Xalq. Sonra, Xalq Konqresi qurtaran kimi mən kəndə qayıtdım. Yenidən kəndə qayıdır. Bir müddət sonra təşkilatın işlərini təhvil verdim. Anamı götürüb Təbrizə köçdüm. Bir dəfə Təbrizə gəldi, getdi, elə deyil, təzədən qayıtdı kəndə. Sonra təzədən orada işləri təhvil verir, yenə də qayıdır Təbrizə. Yenə də köhnə evimizi kirayə etdik. Əvvəl o Fərdagillə qonşu evlər, daha doğrusu Azadgillə qonşu evləri vardı. Oranı yenə kirayə edir. Anam başqa yerə getmək istəmədi. Səbəb nə idi oranı kirayə etməklərini? Çünki anası başqa yerə getmək istəmir. Deyir, elə əvvəldən bura öyrəşmişəm. Səlmə xanım da oradadır. Mən də razı oldum. Səlmə xanım da bizim gəlişimizə çox sevindi. Dedi, Azadın eyni sizdən alıram deyib ağladı. Anam ona təskinlik verdi. Dedi, nə olacaq? İnşallah tezlikdə Azad qayıdar. Təbrizə köçəndən sonra işdən başım açılmırdı. Gecələr də mərkəzi komitədə işləyirdik. Harada işləyirdilər? Mərkəzi komitədə işləyirdilər. Yəni iş çox idi. Məclis və dövlət işini tərtibə salır, kəndlərdə demokrat təşkilatlarını möhkəm bir qayda və nizam üstündə qurmaq tədbirləri görürdük. O günlər bizdə təsvirə gəlməz ruh yüksəkliyi vardı. Elə bir qüvvəmiz də birə min atmışdı. Yorulmaq bilmirdik. Gənclər bir növ azadlıq uğrunda mübarizə aparırlar. İşlərin bu şiddətli zamanında Zəncandan pis xəbərlər gəlirdi. Həmin o Zəncan ki, Azad da oradaydı. Tehran mürtəcələri. Bəs mürtəcə kimdir? Mürtəcə ümumiyyətlə köhnəliyi müdafiə eləyən, tərəqqinin əleyhdarları. Bir növ mürtəcələr belə insanlara deyirlər. Aha, Tehran mürtəcələri və rəsmi dövlət idarələri orada cürbəcür fəsadlar törədirdilər, o azadlıq əleyhdarları. Demokratları öldürürdülər. Demokratlara burada verilən işgəncədən danışılır. Ayaqlarını nallayırdılar. Alınlarına odlu dəmir basırdılar. Belə bir zamanda mərkəzi komitə bir neçə yoldaşımı Zəncana göndərməyə qərara aldı. Göndərilərin içərisində mən də var idim. Biz görürük ki, Fərda ilk olaraq Xalq Konqresinə nümayəndə seçilir. Daha sonra isə ikinci bir tapşırıq olaraq da Fərdanı hara göndərirlər? Deməli, Zəncana göndərirlər. Sonra biz Zəncana çatanda şəhər demokratların əlində idi. Demokratlar da kim idi? O Azadgil. Mürtəcələr cənub tərəfdəki kəndlərdə terrorlar törədirdi. Zəncana hücum etməyə hazırlaşırdılar. Onların bu fikrini pozmaq üçün Zəncan Demokrat hökuməti fədailərdən bir neçə dəstə cənuba göndərmişdi. Yəni, nəyə görə göndərmişdi? Mürtəcələrin o fikirlərini pozsun. Azadın bu dəstədən birinə başçılıq etdiyini mən Zəncanda öyrəndim. Yəni, Təbrizdə olarkən xəbəri yox idi. Ora gedib çatanda öyrənir. Elə Zəncanda öyrənir. Həmin gecəni biz Zəncandan çıxdıq və atışmanın şiddətli zamanında gəlib Azadın dəstəsinə çatdıq. Azad fədailəri uzun müddət kəndin ətrafında açıqlıqda, soyuq havada saxlamanın çətinliyini görərək dörd tərəfdən kəndə hücuma keçmişdi. Deməli, neçə tərəfdən kəndə hücuma keçir Azadgil? Dörd tərəfdən. Nəyə görə belə bir şey eləyirlər? Çünki hava soyuq idi. Görür ki, soyuqda adamları saxlamaq olmur da fədailəri. Sonra, bəs yaxşı fədai kimdir? İndi sizdə sual yarana bilər. Fədai isə canını, belə deyək də, azadlıq uğrunda bir növ canından keçməyə hazır olan şəxslər idi. Elə bir qrup idi ki, yəni xalqın azadlığı üçün bu Cənubi Azərbaycandakı necə ki sıxışdırmırdılar insanları, hətta öz dillərində belə danışmağa qoymurdular. Həmin o fədailər bir növ azadlıq istəyirdilər. İşıqlı gələcək üçün öz canlarını belə fəda etməyə hazır olan şəxslər idi.
Bəlkə atışma gedirdi. Fədailərdən bəziləri hətta kəndin içinə girmişdi. Artıq fədailərdən bəziləri kəndin içinə girir. Bir neçə saat sonra qaş qaralanda şərq tərəfdən Azad özü də qabaqda olmaqla fədailər kəndə doluşdular. Deməli, Azad ilk olaraq kəndə girmir. İlk olaraq kəndə fədailərin bəziləri girir. Bax, burada diqqətli olun. Azad özü qabaqda olmaqla fədailə kəndə daha sonra doluşurlar. Amma Azaddan öncə də fədailərdən girən var idi kəndə. Biz həmin vuruşmada Azadın yaralandığı xəbərini aldıq. Yəni artıq Fərda xəbər alır ki, Azad yaralanıbdı. Mən tez özümü ona çatdırmağa çalışdım. Yəni sual düşə bilər ki, Fərda gedib Azadın yaralandığını görəndə ilk olaraq Azadın yəni orada xəbər tutur. Xeyr, əvvəlcədən xəbər tutur ki, Azad yaralanıb. Yəni özünü onu görməyə çatdırmaq istəyir. Bu mənim 5 illik ayrılıqdan sonra ilk və son görüşüm oldu. Azadla ilk və son görüş. Onda kənd evlərinin birində bir fərş üstü uzatmışdılar. Deməli, təsəvvür edin, kənd evinin biridir. Soyuq hava, Azadı fərş üstə uzadıblar. Çuxasına isə, çuxa nədir bəs? Çuxa da elə bir ki, bir kişi geyimidir. Beli büzməli bir kişi geyimidir çuxada. Onu da salıblar Azadın üstünə. Mən içəri girən kimi onun üzünə baxdım. Ağarmış halda gözlərini yummuş və səssizcə uzanmışdı. Mən yavaş addımlarla onun başı üstünə gəldim. Diz çöküb əlini əlimə aldım. Alnından öpdüm. Azad, sənə nə olub? Sual verir ki, Fərda, Azad, sənə nə olub? Təlaşla gözlərini açdı. Üzümə baxdı. Bütün siması qəribə bir təlaşla işıqlandı. Mehribanlıqla başını dizimin üstünə qoyub, deməli başını qoyur Fərdanın dizinin üzərinə. Bu saat səni düşünürdüm dedim. Deməli Azad da Fərdanı düşünürmüş. Nə yaxşı gəldin, yoxsa bu dünyadan ürəyim nisgilli gedəcəkdim. Aha, nə danışırsan Azad qardaşım dedim. Biz hələcə təzəcə yaşamağa başlayırıq. Biz deyir hələ təzəcə yaşamağa başlayırıq. Dünyadan getmək nədir? Bu nə sözdür? Sən ağlına gətirirsən. Sənə nə olub? Haradan yaralanmısan? Suallar verir Fərda Azada. O əli ilə sağ çiyinin altını göstərdi. Güllə qabaqdan dəyib daldan çıxmışdı. Cəyərlərini zədələmişdi. Mən ona təskinlik vermək istəyərkən o sözümü kəsdi. Bunlara ehtiyac yoxdur dedim. Mən ölürəm. Azad özü də hiss edir ki, ölür burada. Artıq ayaqlarımın soyduğunu hiss edirəm. Sözümü kəsmə, yaxşı qulaq as. Mən danışmaq istəyirəm. Azad ilk dəfə olaraq artıq burada görürük ki, danışmaq istəyir. Normalda Azad axı hər zaman susqun olardı. Burada isə danışmaq istədiyini qeyd edir. Yadındadırmı Fərda, 5 il əvvəl Təbrizdə dərzi dükanında sən məndən nə üçün yaşayırıq? Həyatın mənası nədir deyə soruşdun. Onda mən sənə cavab verməmiş susmuşdum. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman edərək acıqlanıb getmişdin. Deməli Azad özü də o vaxtı hiss etmişdi ki, Fərda Azad haqqında nə düşünür? Yadındadırmı? Lakin o zaman mən sənin kimi düşünürdüm. Deməli, burada qeyd edir ki, mən də sənin kimi düşünürdüm. Əslində, Azad və Fərda təzadlı obraz deyil. Yəni, əslində bunların düşüncələri eyni idi. Sadəcə olaraq Azad gözləyirdi, yəni danışmaq vaxtını gözləyirdi. Mən düşünürdüm ki, həyatımızın mənası vətənimizin saadəti üçün çalışmaqdır. Bir növ, bax, burada Azadın nitqində biz elə bir ki, əsərin elə ideyasında görürük ki, ideyası vətən uğrunda, vətənin birliyi uğrunda mübarizə idi. Sən isə mənim bu cür şeyləri qanmadığımı güman etmişdin. Aha, lakin deyir, mən o zaman danışa bilməmişdim. Çünki danışmaqda bir məna yox idi. İndi isə sənə deyirəm, qardaşım Fərda. Sizə deyirəm, qardaşlarım, o azca boylanıb fədailəri gözdən keçirdi. Bəli, sizə deyirəm. Bizim hamımızın saadəti bax bu alçaq daxmaların, bu doğma yurdun, bu ana torpağın azadlığındadır. Yerə qoymayın o tüfəngləri. Öz vəsiyyətini eləyir, deyir, yerə qoymayın, son nəfəsinizə qədər vuruşun. Bu doğma torpaq sizə Bu doğma torpaq sizə tapşırılmışdır. Yəni deyir, tüfənglərinizi yerə qoymayın, mübarizə aparın. O azca dayanıb udqundu. Yenidən ahəstə davam etdi. Anam, yurdum, doğma Azərbaycan, məni bağışla. Bağışlanmağını istəyir. Bağışlanmağının da səbəbi odur ki, mən deyir, sənə az fayda verdim.
tez ölürəm. Ona görə bağışlanılmağını istəyir. Burada fərş var. Fərş nədir? Fərş də xalçadır. Öpünüz deyir səcdəyə qapılıb. Hamınız bu torpağı öpünüz. Bizim əzəli və əbədi beşiyimiz budur. Bunlar hamısı Azadın nitqindəndir. Sakit ol Azad, özünü üzmə qardaşım dedim. Özüm də bilmədən gözümdən süzülən yaş dənələri onun alnına düşdü. O kipriklərini qaldırıb gözümə baxdı və ahəstə səslə dedi: Əziz qardaşlarım, mənim qəbrimi uca bir yerdə qazarsınız. Elə yerdə qazarsınız ki, oradan Azərbaycanın geniş çölləri, duru çayları, güllü çəmənləri və bağları görünsün. Azadın vəsiyyəti görürük burada. Yəni bir növ burada Azad elə bir yerdə qəbrin elə bir yerdə olmağını olsun istəyir ki, yəni orada şimallı, cənublu Azərbaycan hamısı görsənsin. Həm də o yerə böyük bir yol kənarında seçərsiniz. Qoy gələcəyin Azad nəsillərin ayaq səsi qəbirdə də olsa qulaqlarıma çatsın. Yəni istəyir ki, gələcəkdəki nəsillər artıq azad yaşasın, azad olsunlar. Bəlkə onlar da bizi rəhmətlə yad etdilər. Mən artıq göz yaşımı saxlaya bilməyərək ağlaya-ağlaya, yox Azad, gələcək nəsillərin yaşaması üçün ölənlər əbədi həyat qazanırlar dedim. Yəni bir növ Azad ölsə də o Fərdanın nitqi var idi, deyirdi biz ölsək də yaşamayacağıq. Amma görürük ki, burada Azad vətən üçün ölür və o daimi qəlblərdə yaşayacaq, tarixlərdə yaşayacaq. Alnına xəfif bir tər gələndə o gözlərini bir daha mənə tərəf çevirdi. Anamı öp. Öldüyümü ona söyləmə, yazıqdır. Deməli, Azad belə bir vəsiyyət edir ki, anama öldüyümü deməyin. Dedi və əbədi olaraq gözlərini yumdu. Azadın deməli son olaraq vəsiyyəti nə oldu? Tüfəngləri yerə qoymayın, hamınız vətən uğrunda mübarizə aparın. Daha sonra qəbrinin harda qazılmağını qeyd etdi. Anasına isə anasını öpməyini və anasına öldüyünü söyləməməyini vəsiyyət etdi. Və əbədi olaraq da gözlərini yumdu. Mən qeyri-ixtiyari ayağa durdum. Üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım. Qardaşlarım, gəlin artıq burada belə diqqətli olun. Bu hissə artıq Fərdanın nitqidir. Qardaşlarım, gəlin silahlarımızı ürəyimizə basıb onun pak ruhu qarşısında and içək. And içək ki, ölüm bizi Azərbaycanın səadəti yolunda, böyük amalımız yolundan döndərə bilməz. Bir növ burada görürük ki, fədailər və Fərda and içirlər ki, yəni son nəfəslərinə qədər bu torpaq uğrunda mübarizə aparacaqlar. Eşq olsun qəhrəmanlara, xalqın yaralı qəlbini ancaq onlar sağalda bilər. Ancaq onlar azadlıq bayrağını ucalara qaldıra bilərlər. Yaşasın azadlıq. Fədailər bir səslə yaşasın azadlıq deyə qışqırdılar və tüfənglərini havaya qaldırdılar. Biz onu öz vəsiyyətinə görə uca bir yerdə bastırdıq. Oradan Azərbaycanın həm cənub, həm də şimal sahələri görünürdü.